çox maraqlı bir nüans var. Azərbaycanda Ərdoğana qarşı paylaşımlar eləyən bir İran aşiqləridir. Çox maraqlıdır. Bir də liberal kəsim var Azərbaycanda. Bu LGBT, MLGBT, feminizm, bu cür dəyərləri, yəni Avropada nə geridə qalmışlıq, nə əxlaqsızlıq varsa Azərbaycana gətirmək istəyən və İsrail aşiqləri. Çünki bilirsiniz ki, İsraillə Türkiyənin əlaqələri çox kəskin şəkildə pisdir. Və belə bir anda, belə bir məqamda çox maraqlıdır ki, İran və İsrail aşiqləri ortaq bir məxrəcə gəliblər, ortaq bir fikrə gəliblər və hər ikisi də Ərdoğanı pisləyirlər. Yəni fikir verin də, başqa vaxtı İrançılar müsəlmançılıqdan bəhs edirlər, dindən bəhs eləyirlər, haqqdan, ədalətdən danışırlar. Eyni zamanda özləri başqa bir müsəlman ölkəsində, başqa bir müsəlman dövlətinin rəhbərini devrilməsini istəyirlər və İsrail yönümlü, Qərb yönümlü Əkrəm İmamoğlu'nun gəlməsini istəyirlər. Və bu da bir daha həmən o İran aşiqlərinin, İrançıların iç yüzünü ortaya qoyur. Yəni siz başqa vaxtda ay İsrail belə, ay İsrail elə deyirsiniz, amma eyni zamanda Türkiyədə İsrail yönümlü, Qərb yönümlü bir Əkrəm İmamoğlu'nun, anti-Azərbaycançı olan Əkrəm İmamoğlu'nun tərəfini saxlayırsınız. Yəni bu necə ola bilər?